Herkese salam. Tekrar her birinizi hoş gördük. Bu videoda 5. sinif riyaziyyatdan kiçik summativ qiymətləndirmə nömrə 1 izahlarına baxacağıq. A variantıdır. Bir nömrəli sualdan başlayaq. 23 milyon 632 min 134 ədədindən bir vahid böyük olan ədəd hansıdır? İlk öncə bizə verilən ədədi gəlin yazaq. Nə deyir? 23 milyon. Milyonda neçə sıfır var? 6. Demək mən bura 23 yazıram və ardıca 6 dənə sıfır üçün yer ayırıram. 23 milyonum hazırdır. Daha sonra nə verib? 632 min. 632 min. Mində neçə sıfır var? 3 dənə. Mən 3 sıfır buradan ayırdım. Saxladım yadda. 632 yazıram bura. 632 min. 632 min. Aldı 3 dənə sıfır var. 134. 134'də boş qalan yerlərə yazıram. Mənim ədədim alındı 23 milyon 632 min 134. İndi deyir ki, bu ədəddən bir vahid böyük olan ədəd. Bir vahid böyük olması üçün mən bunun üzərinə 1 gəlirəm. 1 gəlsəm neçə olacaq? 5. Qalanlar yerində qaldı. Doğru cavab olur C bəndi. 2 nömrəli suala baxaq. Ən böyük 3 rəqəmli ədəd ilə ən böyük 4 rəqəmli ədədin cəmi neçədir? Burada bizdən rəqəmlərinin müxtəlif olub olmaması haqqında heç bir söhbət aparmır. Ona görə mən ilk öncə ən böyük 3 rəqəmli ədədi yazıram. Ən böyük 3 rəqəmli ədədim 999'dur. Deyir ən böyük 4 rəqəmli ədəd. Ən böyük 4 rəqəmli ədədim neçə olacaq? 9999. Bizdən bu iki ədədin cəmini istəyir. Cəmləsək alırıq 10998. Siz bunu alt-altadan toplaya bilərsiniz. Alt-alta necə toplayacağıq? Gəlin bunu da qeyd edim. 9 ilə 9 gəlirəm. Olur 18. 8 yazıram bir yadda. 9 ilə 9 gəlirəm. 18 yadda 1 var idi. Üzərinə 1 gəlirəm. Olur 19. 9 yazıram yenə bir yadda. Yenə 9 ilə 9 gəlirəm. 18. Üzərinə 1 gəlirəm. 19. 9 yazıram bir yadda. 9 burada vardı. Altda heç nə yoxdur. Amma yadda 1 var. Bu 1 ilə toplayıram 9 olur 10. Oldu 10.998. 10.998 doğru cavablar içərisində var. A bəndi. Üçüncü suala baxaq. 190'dan yüzlükdən 19 təklik çıxsanız fərq neçə olar? Yəni ki, burada demək siz 190 dənə yüzlükdən 19 təklik çıxsanız fərq neçə olar? Bunu tapmaq üçün 190'ı vururuq 100'ə. Alırıq burada 19.000 və 19.000'dən çıxırıq 19 təkliyimizi. Fərq olur 18.981. Doğru cevap B bəndi. Pərinin və İsmail'ın birlikdə 36 manat pulu var. Pərinin pulu İsmail'ın pulundan 8 manat çox idi. Atası İsmail'a daha 7 manat pul versə, onun nə qədər pulu olar? Demək, Pəri və İsmail birlikdə 36 manat pulları var. Pərinin pulu İsmail'ın puluna 8 manat çoxdur. İsmail'ın pulunu mən bilmirəm, x manatdır. Pərinin pulu isə x üstə gəl 8, yəni 8 manat çoxdur. İndi atası İsmail daha 7 manat pul verdi. Üzərinə gəlirəm 7 manatı. Onun nə qədər pulu olar? Hal-hazırda biz sadəcə bu hissəni hesablayırıq. Pərinin pulunu və İsmail'ın pulunu. X üstə gəl 8, yəni Pərinin pulu üzərinə gələm İsmail'ın pulu bərabər olur 36 manat. Çünki hal-hazırda onların ikisinin 36 manat pulu var. Buradan da alıram ki 2x üstə gəl 8 bərabər 36. 2x bərabər 36'dan 8 çıxıram. Olur 28. X da bərabərdir 14. Yəni İsmail'ın 14 manat pulu var idi. İsmail'da var 14 manat pul. Və atası ona 7 manat pul verir. Düzdürmü?
Ne edeceğim burada? 14'ün üzerine geleceğim 7'nin. Olacak 21 manat. Yani İsmail ne kadar pul oldu? 21 manat pul olmuş oldu. Doğru cevap olur B variantı. 5 nömrəli suala baxaq. A üstə gəlinsin 245 kiçikdir 5000 şərtinin doğru olması üçün A'nın yerindəki ən böyük ədəd neçə ola bilər? Yazıram verilənləri. A üstə gəlinsin 245 kiçikdir 5000. Bu nədir? Bir bərabərsizlikdir. Bunun A'nı tapıram. Adi bir tənlik kimi həll edirəm. A kiçikdir 5000 çıxılsın 245. A kiçikdir 5000'dən. Eğer biz çıxsaq 245'i yerdə qalacaq 4755. Deməli A 4755'dən kiçik ədədlərdir. Eğer natural ədədlərdən söhbət gedirsə A burada olacaq. Tutaq ki 1, 2 və sair 4754'ə qədər. Niyə? Çünki A 4755 ədədindən kiçikdir. Bu 4755'dən kiçik, ən böyük ədədim hansıdır? 4754. Deməli bizim doğru cavabımız da 4754 olacaq. Doğru cavab C variantı. 6 nömrəli tapşırıq. 48 vur 12, üstə gəl 14 vur 48, üstə gəl 3 vur 48, üstə gəl 48 ifadəsini hansı hasillə əvəz etmək olar? Yazaq. 48 vurulsun 12, üstə gəl 14 vurulsun 48, üstə gəl 3 vur 48, üstə gəl 48. Burada yenirəm ortaq vuruları mötərizə xaricinə çıxarıram. Baxıram ki burada nə var? Birində 48 vur 12 var, 14 vur 48 var, 3 vur 48 var və 48 vur 1 var. Yazılması mən bunu 48 vur 1 şəklində qeyd edə bilərəm. Çünki 1'ə ədədi vuranda elə ədədin özü alınır. Doğrudur mu? Baxıram 12 var, 14 var, 3 var, 1 var. Mən əgər 12 və 3'ü bir qruplaşdırsam, 14 ilə də 1'i bir qruplaşdırsam, burada bir 15 alınacaq. Yəni nə edirəm? Yazıram bu şəkildə. Sanki bu şəkildə olur. 48 vur 12, üstə gəl 3 vur 48. Hər ehtimal hər bir mötərizə yazıram. Əslində mötərizə ehtiyac yoxdur. Mən qruplaşdırmaq üçün mötərizə yazdım. 14 vur 48, üstə gəl 48. Bərabər. İndi ortaq vuruqları çıxaram mötərizənin xaricinə. Burada ortaq vuruq nədir? 48-dir. 48-i çıxarsın nə qalır? 12 üstə gəl 3. Aha. Üstə gəl. Burada 48-i çıxaram. Yerdə nə qalır? 14 üstə gəl 1 qalır. Bərabər. Yəni nə alındı? 48 vur 15, üstə gəl 48 vur 10. 5. Doğrudur mu? Mən hər ikisindən 48'i çıxaram çölə. Nə qalır? Birincidən 15 qalır, ikincidən də 15 qalır. Bərabər olur 48 vurulsun 30 şəklində. 48 vur 30 var mı? Var. Doğru cavab olur C bəndi. 7 nömrəli tapşırığa baxaq. 17.433 bölünsün 9 ifadəsinin qismətini tapaq. Burada budaqlı bölmə ilə yazacağım. 17.433 bölünsün 9. Burada ayırıram 2 dənə rəqəmi. 17. 17 9'a bölünür. Bir dəfə yerləşir içində. 9. 17'dən 9 son neçə qalır? 8. 84 9'a bölünür. İçində 9 dəfə yerləşir. 81. 3. 84'dən 1 çıxırım. 3 qalır. 84'dən 81 çıxırım. 3 qalır. Olur 33. İşte yerləşir 3 dəfə. 3 dəfə 9 27. Ne qalır? 6. 3'ü düşürürəm aşağı. 63. 63'ün içində 9 7 dəfə. 63. Qalan 0'dır. Qismətinə alındı 1937. 1937 var mı? Var. Doğru cevap A bəndi. 8 nömrəli tapşırıq. 8 nömrəli tapşırıqda verilib ki, ədədimizi oxuyaq. 3 ayırıram.
121 milyon 121 min 7 bölünsün 11 bölmə əməlində qalıq neçədir? Yenə bunda budaqlı bölmə ilə yazıram. 121 milyon 121 min 7 bölünsün 11. Yenə ayırıram 12'nin içində 11 bir dəfə. 12'dən 11 çıxıran 1, 11, 11 içində 11 bir dəfə. 0, bu 1'i düşürtürəm aşağı, bölünmür. 2'ni düşürtürəm aşağı, 2 dənə rəqəm düşürdüyümə görə aşağı, bura bir 0 atıram. 12 içində 11 bir dəfə, 11, 1 qaldı. Bu 1 düşür aşağı, 11 içində 11 bir dəfə. Bu 0 düşür aşağı 1'i. Bölünmür, digər 0'a düşürəm aşağı, bölünmür, bura bir 0 atıram. Yenə bölünmür, bu 7'ni düşürəm aşağı, 7 nə olur artıq burada? Qalıq. Bir nə işləmişdik? Qalıq neçədir demişdi. Doğru cavab olur B bəndi. 9 nömrəli tapşırıq. 44 444 356 329 2456 və 8040 ədədlər neçəsi 6-ya qalıqsız bölünür. 6-ya bölünmə əlamətinə baxaq. 6-ya bölünməsi üçün ədəd həm 2-yə bölünməli idi, həm də 3-ə bölünməli idi. 2-yə bölünməsi üçün ədəd olmalı idi cüt. 3-ə bölünməsi üçün ədədin rəqəmlərinin cəmi bölünməli idi 3-ə. Cüt ədədlər olması üçün ədədin sonu olmalıdır 0, 2, 4, 6 və 8 rəqəmlərindən biri. İndi baxıram ədədlərə. 444. Aha, 444 cüt ədəddir. 2-ni ödəyir. Bəs 3-də ödəyirmi? Baxaq. 12. 12 3'ə bölünürmü? Bölünür. Deməli 444 ödədim. İkinci ödədim 356. 356 cüt ədəddir. 2'yə bölünür. Bəs 3'ə bölünürmü? Neçə oldu? 14. 14 3'ə bölünürmü? Bölünmür. 356 ödəmədi. Daha sonra 329. Bu tək ədəddir. Ona görə buradan bunu silirəm. Digər ədədim 2456 cütdür. Rəqəmlər cəminə baxıram. 17. Rəqəmlər cəmi 3'ə bölünmədiyinə görə bu ədədimiz də 6'ya bölünməyəcək. Və 8040. Ədəd cütdür. Buna görə rəqəmləri cəminə baxıram. 12. 12 3'ə bölünürmü? Bölünür. Deməli 8040'dan 6'ya qalıqsız bölünəcək. Neçə ədədimiz bölünmüş oldu? 2 ədədimiz bölünmüş oldu. Doğru cavab A bəndi. 10 nömrəli tapşırığa baxaq. A böyükdür 3000 vurulsun 320 şərtinə görə A-nın yerindəki ən kiçik ədəd neçədir? Yazaq. A böyükdür 3000 vurulsun 320. Deməli A böyükdür. Sıfırlarımız sayı 4 dənədir. Onları yazaq bura bir aşağı. İndi 32'ni vuracağım 3'ə. Neçə eləyəcək? 96. Deməli A böyükdür 960 mindən. 960 mindən böyük ilk ədəd hansıdır? (960.000) bir ədədidir. Ən böyüyü. Yəni belə deyim, 960.000-dən böyük ən kiçik ədədim 960.000 birdir. Amma 960.000-dən böyük sonsuz sayda ədəd var. Sadəcə olaraq bunların ən kiçiyi tapdığımız 960.000 bir ədədidir. Doğru cavab olur burada nə? C bəndi.